gözəl havadır. Günəş də gözəl parıldayır. Bircə bu qara buludlar da Azərbaycanımızın üstündən çəkilsəydi, gənclərimiz də rahat nəfəs alardılar. Ana, ay ana. Buradayım oğlum, gəl otur. Nətərsən? Yaxşıyam. Ana, bir səni mən vətən müharibəsinə yazılmışam. Nə deyirsən? Sən bilmirsən ki, evin tək oldusan? Axı mən sənin toyunu görmək istəyirəm. Mən nəvələrimi oynatmaq istəyirəm. Ana, bəyəm evin tək oğlu olanda vətəni qorumağa getmirlər? Düz deyirsən oğlum. Get, görürəm sənin fikrindən daşındıra bilməyəcəm. Allah yolunu açıq eləsin. Oğlum, yenə nə səs bir çalmışsan, Seyir? Nə oldu bana? Niyə belə qəfəllənmişsən? Ay Zeynəb, şeyə müharibəyə yazdım. Necə, müharibəyə yazılmışsan? Sən bilmirsən ki, sən evin tək oğlusan, necə müharibəyə gedə bilərsən? Bacı, evin tək oğlu olanda vətəni qorumağa getmirlər. O evin tək oğlu, bu evin tək oğlu. Bəs vətəni kim qoruyacaq? Əslində düz deyir, ey ana. Sən ev vətən üçün öz canını verməzsənmi? Əlbəttə verim, get bala. İndi mənə xeyir ol, ver mən gedim ana. Allah sizlərdir. Sağ ol ana. Sağ ol Məsəd. Sağ ol! İki də biz, sizdə biz ikinci Qarabağ müharibəsinə başlamışıq. Bizdən əvvəlki şəhidlərimizə ikilərimiz Qarabağı qaytarmaq üçün öz canlarına keçirlər. Amma biz onların qanını yerdə qoymayacağıq. İnşallah qələbə bizim olacaq. Düzən, Fərəqət, Cəlməyə. İnşallah deyirsən səs kəsildi. Bəlkə biraz dincələ. Canımın sevgili məhbubu mənim. Vətənim, vətənim, vətənim. Vətəni sevməyən insan olmadı. Dumanlı dağların başında durdum. Aycan, Aycan. Dumandan özümə bir xeymə qurdum. Dumanlı dağların başında durdum. Dumandan özümə bir xeymə qurdum. Kesdik xəyalımdan öz gözəl yurdum. Dumanlar içində duman göründü, duman göründü. Keçdik xəyalımdan öz gözəl yurdum. Dumanlar içində duman göründü, duman göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün lalə zar vətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün lalə zar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, Adı gəncə könül dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, Adı gəncə könül dastana döndü, dastana döndü. İnşallah başladı. Hamı öz yerinə. Bu da ya. Qanın yerdə qalmayacaq. Düşmən zərbəsinə. Hasan Hüseyin vuruldu! Azarı! Oraya. Öz dünyam vardı. Gel taraf! Hayır bırak. Yarım dəliyim. Mən özümdən nicarım deyiləm. Sadəcə anamdan nicarım. Amma bilirəm ki, mən şəhid olduqdan sonra hamı onun anına tepağına basır. Sizə güvənirəm. Anam sizə əmanətdir. Vətən sağ olsun əskər!
şehit oldum. Yerim güzeldi, tekil ağlama. Xeyr ola Allahım, 4 gündür Hüseyndən xəbər yoxdur. Zeynəb, ay Zeynəb. Hə, nə? Çocuğum bura qızım. Hüseyndən xəbər yoxdur, nə olub görəsən? Narahat olma, ana. İndi mən komandirlə əlaqə saxlayıb Hüseynin halını biləcəm. Alo? Bəli. Necə? Hüseyin şəhid olub? Ana, sənə bir şey deyəcəm, amma həyecanlanma. Nə olub Hüseynə, tez de. Şəhid olub. Hüseyin. Lay lay, dalan lay lay lay, sulan gülüm lay lay, lay 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 lay, dalan lay lay lay, sulan gülüm lay lay. Ana şehidin gel, başını dik tut ağlama. Sağ ol. Ana, sen bir Hüseyin itirməklə, min Hüseyin qalanır. Başı sağ olsun. Evinin şırağı sönürdü, nesrete dönür. Gözlerim kanla doldu. Kopartmayın şehit adlı yaramı. Düşmanlar duymasın bu feryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adın tarihlere yazdı şehitler. Hakkın dergahına kalktı şehitler. Ay anam saçını dertten ağartma. Gelip gidenlerden oğlunu sorma. Kara bəxtin deyip yanma, alışma. Adın tarihlere yazdı şehitler. Hakkın dergahına kalktı şehitler. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dilədən aman. Həmin şəhidin səsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən sorur. Məni bilənlərdən sorur. Cəsarətli o mərd durur. Kimsə tez unudulmuş o hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Azadlıq uğrunda ölən şəhidlər, ömrünü vətən üçün bölən şəhidlər, vətən göylərində bir şölə saçıb, yanıb ulduz kimi sönən şəhidlər, meydan da boyandı al qanınıza, güllələr səpildi dörd yanınıza, yağı necə qıydı o canınıza, açıb çiçək kimi solan şəhidlər. Ahınız, naləniz çıxdı göylərə, bədənlər taplanıb qarışdı yerə. Sonradan çevrilir qərəflərə, vətən torpağında bitən şəhidlər. Əziz dostlar, şəhidlərimizin həyat yolu bizim üçün ən böyük önəmdir. Onların qəhrəmanlığı sayəsində Qarabağ torpaqlarımız işğaldan azad olundu. Bizim borcumuz onların xatirəsini yaşatmaq, vətənimizi qorumaq və inkişaf etdirməkdir. Qoy şəhidlərimizin ruhu daim şad olsun. Yaşasın müstəqil Azərbaycan, yaşasın qəhrəman ordumuz. Qarabağ